Uyğunluğu müəyyən edin. 1. Sadə cümlədir. 2. Tabesiz mürəkkəb cümlədir. Baxaq. A. O nahar zamanı bir kafedə oturdu. Azacıq yemək yeyib durdu. Deməli, oturdu o, durdu yenə o. Bu sadə cümlədir. Getdi 1-ə. B. Kəndə axşam çağı çatmışdım və quşların səsinə qulaq asmaq üçün artırmada yatmışdım. Çatmışdım mübtədası məndir, yəni yoxdur. Yatmışdımın da mübtədası məndir. Yəni hər iki xəbər eyni mübtədaya aiddir. Həmcins xəbərlər var. Bu da sadə cümlədir. Belə gedir 1-ə. C. Dərsləri çox çətin idi. Gecələr yatmayıb oxuyurdu. Çətin idi nə? Dərsləri. Oxuyurdu. Artıq dərsləri deyə bilmək. Kim? Mübtəda yoxdur. O. Ona görə bu tabesiz mürəkkəb cümlədir. C bəndi gedir 2-yə. D. Onu tamaşaya aparmışdıq ki, fikri dağılsın. Bu mürəkkəb cümlədir, amma tabeli mürəkkəb cümlədir. Çünki burada ki tabeli bağlayıcısı var. Yəni heç bir xanaya getmir. E. Bu şəhərdə tək qalsan da, tək qaldığını heç kim görməz. Burada da sağ üstəgəl, deməli sağ şəkilçisi və da ədatı var. Bu da mürəkkəbdir, amma tabeli mürəkkəb cümlə. E bəndi də heç bir xanaya getmir. Deməli 1 A, B, 2 C variant olaraq C bəndi.